Təsəvvür edin ki, kosmosa 17 ton yükü əvvəlkindən qat-qat ucuz qiymətə göndərmək mümkündür. Bəli, bu artıq elmi fantastika deyil, reallıqdır. Dünyanın ən güclü maye mühərrikli yeni nəsil raketi səmada öz sözünü dedi və kosmos sənayesində qaydaları dəyişdi. Oksigen və kerosinlə işləyən bu iki pilləli canavar Çinin ən qabaqcıl raketlərindən belə 1,5 dəfə çox yük qaldırır. Düzdür, mühərriklər bir dəfəlikdir. Amma ağıllı mühəndislik və yüngül dizayn sayəsində 1 kiloqram yükün kosmosa çatdırılma xərci kəskin şəkildə aşağı düşüb. Bu isə o deməkdir ki, kosmik internet və yeni peyklər həyatımıza daha sürətlə daxil olacaq. Gələcəkdə bu raketlə hətta insanların da kosmosa uçması planlaşdırılır. Bəs sizcə, biz nə vaxt adi turist kimi Bakıdan birbaşa orbitə səyahət edə biləcəyik? Fikirlərinizi rəylərdə yazın və ən son texnoloji yeniliklərdən geri qalmamaq üçün kanala abunə olun.